Balakəndə Forest School təhsil yanaşması əsasında məktəblilərin fiziki və sosial bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təbiətdə macəra, kvesti, fiziki və ünsiyyət bacarıqlarının inkişafı adlı layihənin icrasına start verilib. Layihə çərçivəsində Balakənin 5 məktəbindən 100 şagird açıq havada keçirilən təlim və oyun əsaslı fəaliyyətlərə cəlb ediliblər. Bununla yanaşı, hər məktəbdən seçilmiş 2 pedaqoq, ümumilikdə 10 müəllim 20 saatlıq açıq havada təhsil üzrə mütəxəssislik təlimlərində iştirak ediblər. Məqsəd uşaqların fiziki aktivliyini artırmaq, komanda işi və ünsiyyət bacarıqlarını gücləndirməkdir. İzləyək. Bu layihəyə qoşulan uşaqlar ilkin olaraq əvvəl bu təəssüratı almırlar, amma daha sonra isə buradan getmək istəmirlər. Təkrar bu layihələr istəyirlər. Çünki həm burada sosiallaşmaq var, həm burada hərbi topoqrafiya var, coğrafiya var və onlar üçün çox macəralı keçir. Yəni bu layihələrin daha çox olmağı mən düşünürəm ki, həm uşaqlar üçün, həm müəllimlər üçün, həm də gəncliyimiz üçün çox yaxşıdır.